Salam. Salam. Pulsuz sacda quzu qovurma yemək istəyirsiniz? Yiyərəm. Gəlin içəri. Qardaş düşdü? Bu restoranda heç olmuşdunuz? Yox. Qardaş bunu götürdü. Hə, götürərəm. Buyur, otur sən. Sizcə ocaqda restoran ailəvidir? Məncə ailəvi. Binədə belə ailəvi restoranlar azdır, hə? Hə, çox azdır. O gün xalacinik aldıq. Səncə nədə gəlsə yaxşıdır? Xalcının qapqasında. Gəlin sizə sözüm için. Oy. Buyurun, buyurun. Buyurun. Qardaşım çox sağ ol, yedim. Xoş olsun. Ay qardaş, bunu götürdü ha? Gör nə deyirəm, səndə 5 manat olmaz. Onu. Sağ ol, çox. Ya da lazım olmadı. Ay qardaş götür də bunu. Qardaş yeməyə görə çox sağ olun. Siz də sağ olun. Bu yeməyin qalıqları da hamısını yeməyəcəksiniz, evdə yeyərsiniz. Bunu götür. Sağ olun. Əli, sənin videonu gördüm, partladım sənin TikToku. Nə video? Bugün çölləri süpürən bir oğlan gördüm. Hava soyuq idi və ürəyim dözmədi. Onu dəvət etdim ki, yemək yesin. Soruşdum, bu evdə yemək yemisən? Yox. Masaya oturanda süpürgəsindən ayrılmaq istəmirdi. Mən də dedim ki, qorxma, ona heç kim əl vurmayacaq. Sonra soruşdum, bəs sən harda yaşayırsan? O da dedi ki, Xalcının qapqasında. soruşdum, bəs o korobkada kimlə yaşayırsan? O da dedi ki, Ailəvi. mən dəhşətə gəldim və soruşdum ki, o korobkada sizin üçün yer az deyil? O da dedi ki, Hə, çox azdır. ona etdiyim yaxşılıq onun göz yaşlarına səbəb oldu. Mən çox kövrəldim, amma ona dayaq olmağa çalışdım. Sonra ona doğma olan xəkandaz və süpürgəni götürüb yola düşdü. Mən yenə də yumşaq qəlbirliyimdən ona 5 manat pul verdim. Restorandan çıxanda xahiş etdi ki, mətbəxdə qalıq nə yeməklər varsa ver, mən aparıb xalacilik korobkasında yeyərəm. Etdiyim yaxşılığa görə o öz doğmalarını mənə əmanət etdi, süpürgə və xəkandazı. Çalışın bu həyatda çoxlu yaxşılıq edin. Yaxşılıq hər zaman qayıdır. İndi isə reklam. Binədə yeni açılmış ailəvi restoran, Ocaqda. Burada həm banketlərinizi, həm şənliklərinizi, həm də axşamlar ailənizlə vaxtınızı keçirə bilərsiniz. Hər axşam canlı musiqi də olur. Gəlin də.